Həm sizin üçün, həm bizim üçün çox vacib, önəmli və maraqlı keçməlidir. Bu sertifikasiyanın əldə edildikdən sonra artıq sizin pasportunuz olur ki, mən 150-dən çox ölkədə artıq maliyyə xidmətlərini göstərə bilərəm. Hər bir halda mən də həm təcrübəmi, həm də subyektiv fikirlərimi burada bölüşəcəm ki, ESE ilə CFE-nin fərqi, ümumiyyətlə CFE nədir, ESE ilə.